Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu qavli. Ve amma ba'de. Olmuş şeytanın şerrinden Allah'a sığınıram. Rəhman, Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanalımızdan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Quran ilimləri dərsində. Dörüz 16-cı video çəkiliş, səhifə 171. Bugün 2 fevral 2026-cı il. Bəzən belə bir paylaşma qarşımıza çıxır. Burada dərs tənəqəsi yoxdur. Mən belə qarşıma çıxdı. Məsələn, deyək, ikisi 2-ci ay 2022-ci il. Bu özəl bir gündür, 2 rəqəmləri. Buranın xüsusi psixoloji filan belə şey inanmayın. Boş şeydir bunlar. İnsan bir növ manipulyasiya etmək üçün, insanlara mənfi təsir etmək üçün, onları əldə saxlamaq üçün bu ortaya atırlar. Məsələn, içində 5-ci ay 5-i 2025-ci il, 6-cı ay 6-sı 2026-cı il falan şey görkənir, nə həmin gün gəlir keçir, heç bir şey yoxdur. Heç. Bəs olacaq, nə olur? Və məsələn, adi insanların, dinindən məlumatı, elmi olmayan adamların eşitməsi, deyək kimi, qəbullanması harasa normaldır da. Amma məsələn, bu bizə yaraşmaz, din əhli savadlı olmalıdır. Gəlsin elə çıxışlara, yazılara inansın. Bu ayıbdır. Bizim üçün həqiqətən ayıb olar ki, biz gərək belə kör-körünə hər bir şey qəbul edək. O cümlədən əhruf-u səb'ə məsələsi. 7 hərf məsələsi. Dedi ki, boş söhbət. Boş şeydir, boş söhbətdir. Bir də ortaya atılır söhbət. Vəssalam. Belə bir şey var. Kütlərini idarə etmək üçün bir dənə insanların həssas olduğu mövzuları bir ortaya atırsan, onların başı qarşı ona. Bu da o anda öz işini görür. Vəssalam. Çox sadə bir plandır. Buna böyük bir nəsə cızıq çəkəsən, ehtiyac olmur. Müsəlmanlar başını qarşılamaq üçün bir də ortaya panika atırsan söhbət. Filan məsələn üçün zikri 10 nəfərə göndər, 10 nəfərə göndərsin, 10 saat ərzində filan şey olacaq. Və ya məsələn üçün Kəbədə yerdə bir qırmızı rəngdə bir şey olması, kraska idi o, nə idi? Dedilər İmam Zaman gəlib, ay nə bilim, qiyamət əlaməti, ay nə bilim. Bir də atılır ortaya, bilər ki, bunlar belə də elm oxuyan deyək kimi, həssas deyək kimi, ona çox fikir verirlər. Biz burada bunlar başa qarışsın, biz o anda işimizi görək. Vəssalam. O gün deyək ki, savadlana, biz hər şey qəbul etməyək. Mən həmişə demişəm, yenə deyirəm. Axı, çox deyirəm bunu. Xüsusən bu dindar xanımlar, əzizlərimiz belə şey çox meyil edirlər. Məsələn, qadın xasiyyəti, qadın belə şey çox əlimizdə şüar kimi saxlamayaq. Bizə ziyanlı olacaq bu. Tərəf bilirsən xasiyyəti, tərəf bilirsən xüsusiyyəti, xanımsan deyəm, qadın olduğu üçün. Sən bilir xüsusiyyəti, sənin xüsusiyyətindən səni incidər, səni inandırar, sən nə bilim, başını aldadar, səndən bir istifadə edər və s. cəhətlər. Mən deyirəm bəzən ki, xanım qadınlıqdan bəzən çıxmalıdır. Xanım Fatimə Zəhra, xanım Zeynəb əleyhissalam. Bunlar hələ qadınlar, qadın belə olmalıdır, qadın naz çəkməlidir, qadın nazını çəkərlər. Yox, onun yeri, həddi var. Kimlə, harda, necə, özünə aiddir o. Biz hələ dini məsələ də əzizlər. Dini məsələ də biz qadın xasiyyətlərini ortaya qoysaq, xeyir görməyəcək. Mən 44-45 yaşım az qalıb, ölməsə qazı yayda, əsaslandığım təcrübəm var və dünya görüşüm var. O üçün deyirəm, yox deyirəm ki, baxırsan xanımların həyatına, xanım Fatimə, xanım Zeynəb. Xanım Fatimə evdə nə cür idi? Çöldə nə cür idi? Xanım Zeynəb evdə nə cür idi? Çöldə nə cür idi?
Xanım Zeynəb gəlib Yezin qarşısında nazla danışmalı idi ki, mən qadınam, mənim səsim bərk çıxmalıdır, əstəğfurullah, burada kişilər var, Yezid var, Allah səlamət eləsin. Mən danışa bilmərəm, mənim səsimi eşidirsən. Orada onun yeri deyil ki, orada danışmağın yeridir. Orada kişi kimi danışmağın yeridir. Dedilər ki, elə bir Əli danışır. Əlinin qızı deyil, elə bir Əli danışır. O sizin hamınızın baxın, ziyan çəkməyəsiniz deyə mən bəzən söz deyirəm, incirlər, aqressiv deyirlər, nə bilim, zəhimli deyirlər, nə deyirlər, eyb yox, o halal xoşları. Allah aşkına ürəyim yanır, işdən gələni deyirəm. İstərəm ki, ziyan çəkəsiz. Bəzi məsələlərdə, xüsusən dini məsələlərdə qadınıdan çıxın. Təbliğ məsələlərində, tədris məsələlərində düşünmün ki, mən qadınam. Sən hər hansı bir, məsələn, qadına cəhət verin, hicablısan, möminəsən, xanımsan, hər hansı bir ruhani, hər hansı bir, məsələn, mömin bir insan, oğlan, kişi xəlağı başa düşər, anlayar ki, məsələn, xanımdır da, hardasa. Adam var ki, ümumiyyətlə, qətiyyən dini anlayışı yoxdur, nifrət edir hicaba. İstər qadın, istər kişi olsun, istər qohum, istər kənar olsun. Düşünmə ki, bu əziz mömin ruhanilər, dindar, o biri mömin qardaşlar sənə hörmət etdiyi kimi, nazvı çəkdiyi kimi bunlar çəkəcəklər. Elə şey yoxdur. Qarışdırmır. Biz bəzən yeri qarışdırırıq, yerin həddini qarışdırırıq. O yüzden ziyan çəkirik həqiqətən də. O yüzden ki, bəzi hallarda insan çıxmalıdır o olduğu xasiyyətindən. Müəyyən xasiyyətdə demişəm, məndə var idi, mənə ziyan verirdi. Dala düşürdüm, onu özüm uzaqlaşdırdım, xeyrini görürüm. Siz də həmsinin. Bu manedir sizin dərslərinizə, sizin təbliğatınıza. Məsələn, dini mərkəz, dini qruplar, mən belə şey, mən yox deyir orada. Orada sənin xasiyyətin heç oturdurmayacaq. Orada xüsusi qadağanlar var, insanlar var, tələblər, müəllimlər var ki, onların haqqı tapdalanmasın deyə. Yox, mən, məsələn, qrupa girməyim, mənə adil link göndərin. Sən kimdə artıqsan ki, cəmanın qrupdadılar, fəaliyyət göstər, dərs oxuyurlar. Sən niyə link göndərsinlər? Yəni, özü nə sarsan ki? Çox istisna halda ki, o xüsusi bir özəl, ona işimiz yox. Amma belə adi halda mən ki ora atdım, mən xasiyyəti. Orada xeyir görməyəcəksən.